Siz afişin, görüşün. Maşallah pehlivanlarımız vətənə döndülər. Hoş geldiniz Adana, hoş geldiniz. Enişte hoş geldin. Başan, tebrikler. Hadi, hadi. Sen yukarıdan yürü. Gel. Hayır, kuzu yaşında gitti. Gel burada. Hadi sen bir şey. Yola gel. Eşk olsun. Gülek Azerbaycan. Azerbaycan. Eşk olsun. Tebrikler. Tebrik ederim. İnşallah. Sağ dilesin. Devlet Azerbaycan'a bağlı teşekkür ederim. Aga. Aga. Bir de idmançına sözü diyenlerdi. Ya ayrıca çek. Sonra şikayet ediyenlerdi. Bilirsiniz ki bu günleri Azerbaycan İdman Nazirliği'nin təşkilatçılığıyla milli qəhrəmanımız Fred Asif'in oğlu bizim yadigarı qalan bizə Azər Məhərrəmov bu günləri rəhbərliyi altında Avropa çempionatında çıxış etmişler. İnşallah büyük qəhrəmanlıq göstermişler. Galip ülkenin galip idmançıları 12 kızıl medal, 4 bürünç, 1 gümüş medalın, 1 bürünç medalın galip olmuşlar. Medal. Elbette ki biz de Respublika Şehirdarları Gayri Cemiyeti olarak daimi bunlarla fakredirik. Bütün idmançılarımızla, Azerbaycan halkımızın prezidentiyle ona göre ki halk yumruk gibi birleşip galip ölçü oldu. Bugünler idmançılarımız artık 3-5 medal yok, 12 kızıl medal, 4 gümüş, 1 bürünç medal kazanmışlar. Eşk olsun sizlere. Gol güreşimizde Azerbaycan Respublikası İdman Nazirliği'nin Gol Güreş Federasyası'nın Azər Məhərrəmov vice-prezidenti sağ olsun bizim İdman Nazirimizin özünden Allah korusun bütün idmançılarımızı doğrudan da bütün dünyaya, bütün bizi istemeyen düşmanlara ses saldı ki Azerbaycan halkı hem idmançı, vatansever, halkını sever. İnşallah büyük idmançılar yetiştirmiş biz halkı. Allah sizleri korusun. Amin. Allah bütün sizin kimi halkı seven, vatanı seven idmançılarımızı korusun. Allah sizlere değmesin. Elbette ki bugünlerde Fred Asif klubu faaliyet gösterir. İnşallah elbette ki hamısı Ali Başkomandanımızın halka büyük olduğu siyaseti karşısında vice-prezidentimiz Hanım Mehriban Əliyeva'nın idmana karşı olan inden de sonra sizlere büyük dikkat getirilecektir. Ben de başa düşürüm Cənab Nazirimiz de yanılmayıptır. Azər Məhərrəmov Gol Güreşi Federasyası'nın prezidenti olmakla subut etti ki doğrudan da idmançılar yetişir. Hem kulüp tarafından hem Azerbaycan halkının yeni etme idmançılar tarafından bu kadar kızıl medalı ben derdim ki hele getirmen olmamıştır. Bu günleri 12 kızıl, 4 bürünç, 1 kızıl. Yani burada Kubok'un galibi olmuştur. Hacı sen geldin.
kardeşlerimizin de yanında. Hamınıza teşekkür ederim. Qələbə xalqın qələbəsidir. Azərbaycanın qələbəsi. Azərbaycanın qələbəsidir. Dostların qələbəsidir. Azərbaycan bayrağının xaricdə iki halla qaldırır. Biri prezident qalxan gedəndə başqa ki onun bayrağı ucalır. Bir də bizim idmançılarımız qaldırır. Allah Teala bize qismət eləsin ki bayrağımızı İrəvanda qaldıran, Göyçəmizdə qaldıran. İnsan nə qədər güclü olsa, onun əqidəsi, onun səviyyəsi, onun qüruru, onun iradəsi olan insanlar həmişə güclü olur. Mən hamınıza təşəkkür edirəm. Mən istəsəydi burada minlərlə adam yığardı. Burası Azər dedi ki, uşaqlar gələcək, falan olacaq. Mən sağ olsun dostlarımız, qardaşlarımız, sağ olsun Azərin dostları, sağ olsun İdman Naziri. Biz hamımız əskərik, Ali Başkomandanın əskəriyik. Nə qədər idman güclü olsa, ordumuz güclü olar, dövlətimiz güclü olar. Biz belə deyək, Azərbaycan xalqıyıq. İnşallah, inşallah Səngəzurumuzda, Neğrimizdə, Allah şəhidlərimizə qənin qənin rəhmət eləsin. Allah qatillərimizə, yeriyən o şəhid qatillərimizə şəfa versin. Allah təala sizlərə dəyməsin. Azərimizin nəhər olmuş gücür. Aslında bu laflarımı bildirəm, bunları əldə keçmişlərimizi